Salam, testlərdə bu sözlərə fikir ver. Əgər desə ki, Azərbaycanda ilk dəfə komendant idarəsi tətbiq olundu 1723-35-ci illərdə, 23-cü ildən etibarən Pyotrun dövrünü götürəcəksən. Həmin dövrdə Rus idarəçiliyi mövcud olmuşdur. Hətta ilk komendant Baratinskidə o da neft quyularını müsadirə etmişdi, üsyanlar da olmuşdu, ona qarşı yatırılmışdı. Əgər testdə görsən ki, Müsəlman Əyrəklər Rəisliyi və Hərbi İdarə Rəisliyindən söhbət gedir, üstünə tez yazırsan 1940-cı illər. Əgər yazsa ki, Xəzər vilayəti Gürcistan Emirəti quberniyası, tez üzərinə 1840-46-cı illəri yazırsan. İmtahanda həyəcan olur, bildiyi belə səhv etmə ehtimalının yüksəkdir. Ona görə də göz yadaşı çox önəmlidir. Tez illəri üzərinə yazın. Quberniyalar. 4 quberniya Tiflis, Kutayiz, Şamaxı, Dərbənd quberniyası. 1846-da yaradılır. 49-da İrəvan quberniyası. 1868-də Yelizavetpol quberniyası. Bu sözlərə fikir. Əsasən də Yelizavetpol quberniyasını çaşdırıcı sallar. 1804-də dairə idi. 1840-da qəzadır. 1868-də